İzleyiciler, mən Elnur sizləri salamlayıram. Biz şirkət olaraq Koreyadan və Çindən avtomobillərin satışına məşğuluq. Çin avtomobillərlə bağlı bugünkü mövzumuzdur. Çin avtomobillərini biz özümüz şirkət olaraq da Çin avtomobilləri satırıq. Amma ki, bəzi bugünkü gündə reallıqlar vardır ki, Çin avtomobillərlə bağlı. Onları sizə nəzərdə çatdırmaq istəyirdim. Çin avtomobillərin qiymət cəhətdən münasib olması, yeni model almaq cəhətdən, yəni kim istəyirsə sıfır yeni avtomobil alırsa, çox gözəl təklifləri var, çox gözəl modelləri var Çin avtomobilləri. Amma bəzi müsbət olduğu kimi mənfiləri də çoxdur. Bizim yaxınlarımız var, bizim yəni satdığımız müştərilərimiz var ki, və başqa da başqa şirkət olaraq başqa şirkətlər də var ki, Çin avtomobilləri satır. Müştərilər bu ehtiyat hissələrlə bağlı çox çətinliklər çəkirlər. Ehtiyat hissələri demək olar ki, çox az saydadır bugünkü gündə. Və bir də Çin avtomobilinin ən mənfi bir tərəfi də odur ki, avtomobil bir il ərzində, il yarım ərzində avtomobil yeni model çıxır və bir il yarım tamam olmamış avtomobil yeni modellə əvəz olunur. Və ona görə də ki, ehtiyat hissələrinin tapılmamasına səbəb olur. Yəni, kimsə avtoqəzadan uzaqdırsa, səliqəli avtomobil idarə edirsə, onlar üçün ideal variantdır. Amma ki, gündəlik sürüb avtoqəzayla rastlaşırsa, bir problemləri olursa, o cəhətdən çox çətinliklərlə üzləşirlər. Bizim dostlarımız var, yaxınlarımız var ki, bugünkü gündə servis avtomobilləri bir aydır, ay yarım, 2 aydır ki, qalıb ehtiyat hissələrlə bağlı. Başqa yəni, çıxış yolları da yoxdur, çünki o ehtiyat hissələri yalnız sifarişlə ay yarım, 1 ay, 2 ay ərzində Çindən getirilib Bakıya çatdırılmalıdır. Biz də yəni, bugünkü gündə görürük ki, yəni, avtomobili aldığımsa, avtomobil 1 ay, 2 ay sənə çətinlik verirsə, o çətin bir vaxtdır. Çünki avtomobil istirahəti vaxtı var, yay gəlir bugünkü gündə, insanlar istirahətə getmək istəyir, yeni avtomobil alıb, bir narahatsızlıq olarsa, onlar üçün çox çətinləşir. Belə. Sizin fikirlərinizi də bilmək istərdik. Bizi izlədiyiniz üçün də çox sağ olun, minnətdarım. Sağ olun.